Azərbaycan vətəndaşının cibində və ya kartında olan pula heç bir fərqi yoxdur, ikisi də onun pulu. Niyə o kartdan gün ərzində 5 dəfə pul köçürə bilərsən deyə bir limit qoyulur. Nədən ötürü? Pul mənim deyil. Qanunsuz bir yerə köçürtmürəm ki. Oğurluq etmirəm ki. Onu daha çox bu iqtisadiyyatda kart əməliyyatlarına görə təqdim. Bizə nə dəxli var? Pul mənimdir. Hara istəyirəm keçirdirəm də. Hara istəyirəm keçirdirəm. Mənim pulum üzərində sən qərar verəcəksən ki, keçirtmə. Fərz edək ki, o pulum kartda deyil, cibimdədir. Fərz edək cibimdədir. Əlimi salıb cibimə deyəcəksən ki, 5 yerə pul vermə, 6 yerə pul vermə, 3 yerə verir. Deməyəcəksən axı. Axı bunu niyə çətinləşdirirsən? Nədir məqsəd? Nəyin qarşısını almaq istəyirsiniz? Necə almaq istəyirsiniz? Bu mümkün deyil, bu doğru şey deyil. Bu doğru fəlsəfə deyil. Pula münasibətdə, vətəndaşın əmlakına münasibətdə, vəsaitinə münasibətdə doğru yanaşma deyil. Daha optimal yolları var. Bayaq dediyim o institut bunun optimal yollarını tapmalıdır. Milli Bank bəlkə tapa bilmir bunu. Banklar bəlkə bu barədə düşünə bilmir. Yoxdur, istəmirlər. Bəlkə onları o cür sərf edir. Amma institut bunu tapmalıdır. Deməlidir ki, bu səhvdir, yanlışdır. Bunun yolu dünyada, praktikada budur. Cəmaət dünyada milyardlar keçirdir kartından kartına. 5 dəfə pul keçirdin, nə demək? Həm də öz vəsaitin üzərində. Sənə kredit almamışam, sənin də pulun deyil. Öz pulumdur. Kartıma qoymuşam, sən verəmişəm, kartıma qoymuşam. Qoymaram, indən sonra cibimə qoyacam. Bu nə deməkdir? Bu nə yanaşmadır? Hansı məntiqdir? Siz məcbur edirsiniz ki, insanlar yenidən elektron ödəmələrdən nağdı ödəmələrə keçsin, cibində saxlasın pulunu. Və dövrəyə fərqli şəkildə olsun, artıq pul kütləsi banklarda, kartlarda deyil, artıq evlərdə, yastığın altında olsun. Bu yanlış yanaşmadır. Siz pulu dövriyədən çıxardırsınız. Haqlısınız, bəli. Yəni, bu yol deyil. Ona görə bayaq qeyd etdim ki, bütün bu problemlərlə məşğul ola biləcək gələcəyə baxış problemləri institutu, gələcəyin problemlərinin institutu yaradılmalıdır. Və bu institut bütün problemlərlə bağlı aylıq, illik, gərəkilən orqanlara, gərəkilən şəxsə və hətta cənab prezidentin özünün masasının üzərinə qoymalıdır.